PowerPoint'imizin dizayn tabine devam edirik. Dizayn tabı dedikdə, belə deyim, sizin ağlınıza biraz xəyallar diyarından bir sənətlər gəlməlidir. Niyə? Yadınıza gəlirsə bir qaydalarımız var idi ki, onu istifadə etmək olmaz, bu bəzək olmaz, bəzək düzəyi yeri yoxdur. PowerPoint-də təqdimatda isə tam əksinədir. Yəni PowerPoint dedikdə ağla gələn sənət növü dizayndır. Rənglər, bəzəklər, şəkillər, videolar, giflər, səslər, yəni ağlınıza gələ biləcək hər bir şey. Təbii ki, burada da müəyyən qaydalarımız var ki, siz də izah edəcəyik, amma yəni üstünlük olaraq belədir. Ümumiyyətlə siz təqdimat hazırlayanda nəyə diqqət yetirməlisiniz? Təqdimat daxilində söz çox olmalı deyil. Niyə? Fərz edək ki, mən gəlmişəm, sizə mouse haqqında məlumat verirəm. Əgər ki, mən slayda mouse haqqında olan bütün məlumatları yazsam, siz heç biriniz məni dinləməzsiniz. Hər kəs monitorda həmin o məlumatları lövhədə görər deyə, elə oradan oxuyar, mən də heç kim dinləməz. Yəni bu da belə deyək, mənim baxımımdan doğru olmaz. Çünki bəlkə də mən orada kiməsə iş təklif edəcəkdim, bəlkə də yanımda köməkçiyə ehtiyacım var idi, amma artıq bundan heç kəs xəbərdə olmayacaq. Niyə? Çünki hər kəs PowerPoint-dəki lövhədəki məlumatı oxudu, məlumatında onunla bitdiyini düşündü. Bu səbəbdən PowerPoint üçün, yəni sizin ekrana verdiyiniz təqdimatdakı məlumatınız az olmalıdır. Sadəcə söhbətin nədən getdiyi haqqında məlumat verməlidir. Məsələn, siz orada hər hansı bir səhifəyə yazsaz ki, vakansiya bizə işçi lazımdır. Hər kəsin diqqəti sizdə olar ki, ay Allah, görən nə vaxt bu haqqda məlumat verəcək, biz bunu dinləyəcəyik. Yəni bu bir reallıqdır. İndi gəldik dizayn tabımıza. Dizayn tabına gəldikdə sizi birinci standart şablonlar, template-lər qarşılayır. İstədiyinizi seçə bilərsiniz. Burada sizin mövzunuza baxsınız, xoşunuza gələnə baxsınız. Məsələn, belə bir dizayn seçdik. Sağ tərəfdə sizə onun haqqında hazır şablonlar gəlir. Bütün dizaynlarda fərqli şablonlar, rənglər var. Daha sonra burada slaydın ölçüsü var. 4-ün 3-ə versiyası və 16-nın 9-a. Mən məsləhət görürəm 16-nın 9 olaraq istifadə edin. Niyə? Tam ekranınızı əhatə eləsin deyə. Onsuz da slaydın ölçüsü çox böyük deyil. Onu bir də 2 qat azaldıb 4-ün 3-ə salsaq, demək olar ekranda məlumatımız azalır. Buradan açaraq background format əmrini. Bunu keçən dərslərdə də izah eləmişik. Bir daha tam detal izah edirik ki, qabaqki dərslərdə bir daha izah etməyək. Background format əmrini açdıqda bizi birinci qarşılayır solid file, yəni sadəcə rəng. Mən gəldikdə buradan istədiyim bir rəngi seçirəm. Baxın, dizayn olduğu kimi saxlamışam. Dizaynı söndürmək üçün gəlib buradan non əmrini basmalıyam, amma basmıram. Deyirəm qalsın. Arxa fonunu dizayn olduğu kimi qalır. Vərəqin arxa fonunu edirəm mavi rəng. Bu normaldır. Daha sonra istəyirəm gradient olsun. Gəlirəm, demişik ki, gradient rənglərin saları deməkdir. Biraz buradan rəng çalarlığı veririk. Baxın, aşağıdan yuxarı olaraq rəng çalarlarımız dəyişdi. Daha sonra şəkil əlavə edilməsi üçün bir sahə var. Bizi əvvəlcə qarşılayır. Belə bir hazır tekstur, yəni deyir şəkil əlavə edin. Burada bizim insert əmrimiz var. İnsert əmrinə basdıqda bizə 3 üsul sorucur. OneDrive-dan şəkil, internetdən şəkil alınması və kompüterin yaddaşından. Mən istəyirəm kompüterin yaddaşından bir şəkil əlavə edək. Əlavə etmək istəyirəm bu şəkili. Bu şəkil artıq olur mənim dizaynım. Daha sonra pattern file adlı bir əmr var. Yəni hazır şablon dizayndır. 2 rəng seçirsiniz və buradan istədiyiniz dizaynı seçib arxaya verə bilərsiniz. Məncə solid file hər kəsə aydın oldu. İndi bir dənə buna diqqət yetirək. Baxın, biz klik olaraq sadəcə səhifədə idik deyəm, bütün əmrlər səhifəyə aiddir. Mən artıq gəlib klik edirəm bu sahəyə, text box'un içinə. Bizə 2 sahə gəldi. Text option, mən buradan tərəflər basmaq istəyirəm. Və shape options. Hal-hazırda söhbət text box'dan gedir. Shape format, shape option açıqdır. Mən buradan gəlib solid file verə bilərəm, gradient file verə bilərəm, şəkil verə bilərəm. Mən istəyirəm ki, həmin sahədə olan yazı bir şəkil içində yazılsın. Bu şəkil olsun. Məlumat oxunmadığı üçün bunu tüntün şəkilə çevirək. Başqa necə bir şəkil var? Belə bir şəkil var. Məncə aydındır. Eyni əmrlər yenə bütün text box'lara aiddir.
Yazdığınız məlumatı seçdikdən sonra bura bir dənə baxın, sağ tərəfə baxırsınız. Shape optionsa deyil, text optionsa biz basdıqda text üçün məlumatlar açılır. Burada birinci qarşılayır tekstin rəngi, tekstin belə deyək, növləri, text boxun məlumatları və şəkil məlumatları. Bizə lazımdır tekstin hərəki rəngləri. Mən buradan gradient fayl vermək istəyirəm. Gradient faylımız qırmızı rənglərdən ibarət olduğu üçün yazdığımız qırmızı rəng artıq qırmızıdadır. Mən gəlib buradan əmri dayandırmaq istəyirəm. Hərfləri yaxşı görə bilək deyə. Buna şəkil də verə bilərəm. Gəlirəm şəkil panelinə. Buradan seçmək istəyirəm bu əmri yenə. Baxın, hərfi tam yaxınlaşdırıram deyə nəzər yetirsəz, görə bilərsiniz ki, hərflər eyni şəklin əks elətdirir. Bu sahə məncə hər kəsə aydındır. Shape optionsa basdıqda söhbət text boxdan gedir. Birinci sizi fayl işarəsi rənglər, sonra effektlər və ölçülər paneli qarşılayır. Text boxda rənglər, reflectionlar, yəni çevrilmələr, text boxun ayarları, yəni ölçüləri və şəkil ayarları qarşılayır. Məncə format background hər kəsə aydın oldu. Dizayn tabi ilə bu qədər. Bir əvvəlcə bunu deyək, daha doğrusu sonda. Sizə gələn dizaynlardan əgər razı deyilsinizsə, bunu artırmaq üçün bir üsulumuz var. İnternetə daxil olaraq proqramınızın versiyasını qeyd edib, həmin belə deyək, PowerPoint versiyası üçün başqa templatelərdə, dizaynlarda ala bilərsiniz. Burada mən dizaynı söndürürəm. Bayaq keçdiyimiz əmrlər vardı. Arxaya rəng verilməsi falan. Bunların hamısı sadəcə vərəqədə aid. Yəni şərt deyil ki, hər kəs hər zaman dizayn istifadə etməlidir. Siz hər hansısa bir vərəqə gradient verib, onu bu şəkildə də istifadə edə bilərsiniz. Animasiya və transition tabi ilə davam edəcəyik.